orada işlem edəndə deyim ki, bu danışıda, az danışıda 100% meyxanası olacaq. Yəni, meyxana yazırsan, nə edirsin, nə eləmişsiniz. Mən o fikirləşirdim, mən meyxanası tutmadılar. Birinci gün getdik, heç meyxanası yoxdur, sanki anketdən meyxana hələ yazmışam. Neyse, biz sabahlı birinci gün getdik, superfinala. Sizin də oyunuz qalsın, tez bir zamanda superfinala edərsiniz. Məsələn, İdmayda ilk veriliş yayınlanacaq, superfinal yayınlanacaq, təxmini sentyabr qalmışam. Bəli, 12 veriliş var, 12 verilişlərdə 3 ay. 3 aydan sonra superfinal yayınlanacaq, amma sən superfinala bir yazılacaqsan. Bizdə bir 5-ci gün getdik ora, ayın 17 yanları. 6-cı gün yenə kursdaydım. 5-ci gün gəldim, 6-cı gün yenə kursdaydım, saat 2-də gəldim və bir orada 3-4 saat vaxtım oldu. Yatdım, tez yatdım, saat 5-də çıxdı. Çünki superfinala bizi saat 10-da dəvət eləmişdir. Orada gec başlamadı. 10-da dəvət eləmişdir, saat bilsə 11 idir, 1 saat gözlədiyorlar. Superfinal tez başladı, gözləməzdə olmadı. Deməli, nə edeyim? Meyxana. Biz oraya getdik, 1 saat tez başladı. Meyxana haqqında nəsə adım tutmadılar orada, mən danışanda. Getdik superfinala, Pərvan xanım bayaq dediyim xanım, o bizə pərdə arxasını arkadaşdıran. Dedi ki, sana desə yer meyxana deyə bilərsən. Mürabat edə bilərəm. Dedi ki, onda yavaşlar hazırlayın. Dedim ki, bəs dedim biz birində, siz danışdınız falan olsun dedim, nəzər almışdı, ikinci dəfə olmadı, ikinci dəfə. Deyəsən, İlahi xanım yanımızın olmuşdu, nəsə qaldı ikinci dəfə. Məndən İlahi xanım yayınlanmayıb, aprelin 25-i superfinal mərhələsi yayınlanacaq. Orada görəcəksin, orada ilk altıda qalsın, final istəmirəm. Əcda uşaqlar, ancaq şeydir də, Allahın ədalətlə qılıb oradakı uşaqlar məndən güclü uşaqlar. Hər qədər məndən daha çox bilən başlayır. Yəni, mənim qızmada orada haqsızlıq hesab olunlar. Onun Allah özü tənzimlədir orada. Çünki oradakı uşaqlar da dua ilə çıxır, biz də dua ilə çıxırıq. Yəni, onların dua yaxşı ki olur. Çünki məndən daha iyi uşaqlar. Mən bir canımıza gəldim ki, orada müşahid uşaqlar mənim haqqında. Çünki şanslıqlı falan oluyor. İlk aldığı qaldım, ancaq bilsinlərmiş oldu. Eğer orada birinci yer danışaq, orada xatırlanmaz, mən orada xatırlanırım. Orada zaten yanılınca nə gələr, gələni yerdə səni dəvət edirlər, daha imkan verməyir. Səni dəvət edəcək, gəl yeni işlər gələr. Mən deyib 11-ci sinifdə gedib yeni işlər gələr. Elə biləm ki, xatırlanarım orada, o qədər meyxana demişdir. Əvvəlcə 10 il deyilib, 10 il ərzində orada meyxana deyiləm. Mən ilk altıda qaldım, İlahi xanım dedi ki, eşitmişik və Fərdə Ağatın şeyi falan deyildir, bəli meyxana deyiləm. Bir doğrudan bəli də, bəli məşhur meyxanslar da meyxana demişəm. Dedi, doğrudan İslamın bizim üçün birinizdən nə keçir, nə deyə bilərsiniz? Mən dedim ki, məsələn, Altıyo'dan xahiş edən belə ritm yaratsın. Orada bir qübrət meyxana dedim, hamı almışladı. Belə şey olmamış, fəalçıdır. Çox qəşəng. Hətta Pərvan xanımdan əvvəldən soruşdum, dedim ki, məsələn, məşhur meyxansının adını çəkməyim. Dedim, məsələn, belə işə adlar çıxılır çünki meyxansılar. Bana elə İstanbul'a çıxılır televizyonlarsa. Dedik ki, onlar mətbuatda bir işə çıxılır, mətbuatda Xəzərlidir. Demək, ictimai televizyon, doğru. Onu deyirlər, hansıdır, yəni orada utanmağa çəkilmək işin yoxdur. Pərvan xanım çox gözəl xanımdır, yəni səmimi, çox gözəl xanımdır. Yəni, daxilən mənəvi cəhətdən çox gözəl xanımdır. Yəni, imkanı rahatlıq verirlər. Superfinalda da orada bir qüvvət meyxanədə ilk cəhət gələli yaxşı da keçir. İndi mən sənə nə deyirəm? Sən deyirəm də, uşaqlar hamısına mən öz ölçüsünə verim dərs tutmaq barəsində. Birincisi, mən ümumiyyətlə ən çox fikir verdiyim şey yuxu rejimidir. Yuxu rejimi necə deməlidir? Məsələn, bir yerdə dərs tutuyorum, xeyr. Mən hətta bir dəfə kursda Zaur müəllim vardı, İslam müəllim. Nəysə, tapşırıq vermişdi, yazmışam, yazmamışam, niyə yazmamışsan? Mən axşam bir yatmaq istəyirdim, yatdım, bir əzəl gəlmişəm. Belə bir şey olanda yatdım, dərs yadım. Mən də o vaxtdan da, ümumiyyətlə, kursa 2 sinifdən bəri, özüm yuxu rejimi belədir. Saat 8-də dərsən gəldim, yemək yiyib yatıram, saat 9-da. Saat 9-da, xüsusi ağlarına 11-12 olar, amma çalış günah, çünki o 21 gün dediyimiz şey var, eyni şey təkrarlayanda 21 gün artıq bərdiş halına çevirirlər. Mən də məsələn, hər gün artıq evə gələndə saat 9-sun yatıram, 10 gün yatıram. 10 gün yatıram, hər gün saat 6-da oyatıram. Çox gözəl bir şeydir, saat 10-dan 6-ya qədər yatıram. Çünki insanın pasif beynin vaxtı var, saat 10-dan 2-yə qədərdir. Orada beyin ancaq enerji depolasıdır ki, verəbilir. Saat 10-dan 2-yə qədər başqa işləmir. Ona görə o vaxtı yatmalısın. O 4 saatı mütləq yatmalısın. Saat 10-dan 6-ya qədər, 6-dan sonra da gündür, başqası hər şey alır. Yəni, yuxu rejimi sürdür. Dərs oxumağa gələndə, mən dedim ki, bu il demək olar heç oxumamışam, evdə oxumamışam. Amma balım necə gəlir, sonuncu, mən OPK-nın sınavlarında
gəlsin OTK, məsələn OTK-nı məqsəd görürəm. Çünki OTK Dövlət İmtahan Mərkəzinin rəsmi əməkdaşıdır. Yəni OTK-da düşən sual sabah Dövlət İmtahan Mərkəzinin suallarında düşürlər. Yəni eyni müəllimlər hazırlığında. Biz də klasifikasiya mərkəzi olaraq OTK ilə əməkdaşlıyıq. Müəllim deyil. OTK-nın imtahanında işləyir. Axırıncı OTK-nın buraxılış imtahanında da mən yığdım 297,5. 300 baldan 297,5. Bir dənə alqadan yarım bal kəsmişlər. Odur. Yoxsa, indi tamam görəm, uşaq dərsə oxumur necə? Ondan da bilmirəm. Amma dərsə oxumur, necə oxuyursa. Onu bilmirəm, mən evdə oxumuram, heç də oxumuram da. Səhər məktəbdə oluram, məktəbdə təkər çox öyrənməz. Məktəbdəki dərslər ən birinci olur, nəyə görə istəyirəm? Biz texnik təmayülü məktəbdə, bizdəki uşaqlar hamısı birinci uşaqlardır, sinifdə. Amma onların, məsələn, ağır dərsləri də olur, onlar hamısı hazırlığa da gedir, kursa da edirlər deyə. Orada, məsələn, Azərbaycan dil dərsində bir gün riyaziyyat sualı var, işləməlidir. Onun müəllim bir göz yumur, işləyirlər. Azərbaycan dərsində riyaziyyat suaları işləyirlər. Amma olmasın, qətiyyən olmasın. Çünki məktəbdə də öyrənir ki, eyni şey keçirilir, hazırlıqda da eyni şey keçirilir, kursa da eyni şey keçirilir. Yəni, heç bir oyan yoxdursa, sən ona görə maksimum çalışın hamınız məktəbdəki dərslərdə fikir verin. Üstü nəyə görə? Çünki məktəbdə dərsi keçərsən, ilk parça yoldaşından söhbət deyərsən, heç tutmazsan, məktəbə niyə gəldir? Hədədir. Məktəbə niyə gəlsin? Məktəbə keçirmək, evdə oxuyurlar. Məktəbə gərsənsə, maksimum yaralanmır. Yəni, bəzi uşaqlar deyirlər, yox, mən repetitor yanlarında dolaşıram, amma heç elə şey yox. Hər şey təməl məktəbdə olur. Məsələn, mən də adlı uşaqlar çox məktəbə gəlib qarşısında gedir. Bəlkə də separat məktəbə gələn uşaqlardan bilirəm ki, mən hər gün məktəbdəyim. Hər gün saat 8-dən, saat 1-ə məktəbə dərsimi keçirəm. Ondan da ağla kursa gedirəm. Və məktəb buraxmaq da elə bir şey yox. Mən kurs dərsim qalb yazmamışam, 2000-dən dersim qalb yazmamışam, salamat da yazmamışam, məktəbə geçirəm. Qalsın. Amine, ben Yasemin'i alkışlıyorum. Onlara geçseydik, ikisi de çok güçlü oyuncu, ümmiyetler finalda 3 çok güçlü oyuncularımız var. Son seslendir. 1949 ildə Şərqi Türkistan stadionda yoksa kitapxanada tam sakinlik. Hüseyin? Kitapxanada. Stadionda yoksa kitapxanada tam sakinlik tələb olunur. Əslində mən ora 3-cü variantı da əlavə edərdim, əvvəlki verilişin çəkilişlərində. Bəli, amma düzgün cavab kitapxanada. Bəli. Babanız çok sevinir. Babanız sevinir. Hansı tərəfdən babanız? Ana tərəfdən babanızda. Etibar bəy sən etmirsən. Etibar bəy. Sevinirsiniz ha? Necə sevinirsiniz? Necə sevinirsiniz Etibar bəy? Ürəkdən. Hansı işlə məşğul oldu Etibar bəy? Həyatı boyu? Seçki komissiyasının səhvi oldu. Ooo, bəli, Lənkər abla yəni. Aydın məsələdir. Hüseyin Kazımov Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu diplomunu qazandı. Birazdan bilirsiniz dərdi deyəcək. Amma gəlin qeyd edək ki, həqiqətən doğrudan da Hüseynin rəqibləri finalda möhtəşəm oynayırdılar. Separatlıkən tam orta məktəbdə Hüseyin Efendi'yi buyurun. Meydan sizindir. Direkt sözlər siz deyirsiniz. Əvvəla, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə, Əvvəl kollektivinə, Bakı Universitetlərə dərin səmiyyətlə təşəkkür bildirirəm. Həqiqətən onların sayəsində bu veriliş həyata keçirirlər. Mən hazırda, yəni, bəlkə də ən xoşbəxt insanam ki, Lənkəranı təmsil edim. Yəni, layiqincə Lənkəranı mən təmsil edim. Ona görə də mən bunu təkləmədim. Yəni, müəllimlərlə birlikdə buradan İbtidai təlimə qızı müəlliməyə, məktəbimizin direktoru Emin müəllimə və digər adlarını çəkə bilmədiyim nə qədər müəllimim var. Onların hamısına da təşəkkür edirəm. Bundan savayı babama yenə də minnətdarlığımı bilirəm ki, Lənkəranla mənimlə burada yol elədi. Ondan sonra dayılarıma təşəkkür edirəm. Biri Amerikadadır, biri hazırda Lənkərandadır. Amerika'da size de destek oldu. Əlbəttə, dayımlar sonra yanımdadır. Ya deyim ki, Amaçı'ya gitmelisin. Əlbəttə. Amerika'da izleyin bizi. Yusuf kazanımızda. Yəqin izləyər. Onlara çox təşəkkürümü bildirirəm. Evdə
gözləyir. İndi birazdan sən gidəcəm ki, bəs qayıtmaq oldum. Ananız görür ekrandan. Bəli. Amma hazırda görürlər. Siz yerine gələnə kimi artıq Ləməngili plov hazır olacaq. 100%. Günə qədər ondan sonra nə qədər. Təbrik edirik bir daha sizi. Çox sağ olun, mən də minnətdaram. Süper finalda görüşərik. Sizinlə bu diplom sizindir. Alqışlar zəhmətimizi bütün iştirakçılarımıza, finalçılarımıza, möhtəşəm bir dönüşülə. Mən də bu... Deməli, orada orada məsələn, bizlər bizə ən sevdiyiniz müəllimə təşəkkür edə bilərsiniz. Mən sadəcə 2 nəfər adını çəkdim müəllimə. Bir İbtidai sinif müəllimə, bizim müəllimə, bir də məktəb direktoru el müəllim. Digər heç bir müəllimə adını çəkmədim. Nəyə görə çəkmədim? Çünki, məsələn, mən kursa da hazırlaşdım. Orada bizə dedilər ki, qətiyyən kursa adını çəkmək olmaz. Repetitor müəllimə adını çəkmək olmaz. Çünki reklama gidirlər, siz düz edirlər. Ona deyim, kursa dərsi mərkəzində hazırlaşıram. Nəqd adam olur, açıq dərsi mərkəzi heç də reklam olmaz da, özlərinin adına görə. Amma, məsələn, mən orada müəllimlərin adını çəkmədim. Nəyə görə? Məsələn, tutaq ki, adlarında, məktəbdə məndən İslam müəllim məşğul olur, kursda Arzuman müəllim məndən məşğul olur. Mən əgər Arzuman müəllim adını çəksəm, İslamdan xətirlər, İslam müəllim adını çəksəm, Arzuman müəllim xətirlər. Bəlkə də xətirlər verməz, qürüzə verməzlər, amma istər yaxşı deyirlər. Bəs ikisinin də adını çəkdirəm desəz əgər, mən desəm əgər İslam müəllim, Arzuman müəllim təşəkkür edirəm, mən müəllimizin riyaziyyət müəllimi, işlər riyaziyyət müəllimiz vəziyyətdən çıxmalı olur da. Necə? Çünki məktəbdə bir dənə riyaziyyət müəllimi olmalı da sən. Çünki orada nə olur, hamısı məktəb. Orada kursun adı belə keçir, tutanda yaxın kurs deyir ki, burada hər şey məktəb var. Yəni, ola bilər, məsələn, oradan çəkə bilərdiniz məktəbdən, məsələn, Coşqun müəllimlərdə Azərbaycan dilində. Amma Coşqun müəllimlə yanaşı, mən əziyyət çəkən yuxarıda Allah kursda da mənə əziyyət çəkiblər də. Coşqun müəllim eləyibsə, oradakı müəllim də mənə əziyyət çəkiblər. Amma ona görə olmaz da, mən öz vicdanıma sığdırmadım ki, müəllim adını çəkim, digər müəllim adını çəkim. Ona görə onu elə cavabladım ki, və iqtidai sistemi o yeganə bir demək o yeganə. O sözə görə, bir şey var, Çok sağ olun.